Türkiyə, NATO ölkəsində belə bir tədbirin keçirilməsi həm də Rusiya üçün nə anlamına gəlir? Hər halda bax bu məsələlər ətrafında gəlin danışaq. Birinci, NATO sammitinin Türkiyədə keçirilməsi, bu hərdən bir ölkədə keçirilir, bu normaldır. İkinci, Türkiyə salınmasının bu əvvəldən planlaşdırılır. Ən azı 1-2 il qabaqdan, çünki o ciddi hazırlıqlar gedir. Çünki Vaşinqtonda və Avropada bir-birlərinə qarşı münasibətdəki soyuqluq istər-istəməz daha nisbətən hər ikisinin qəbul edəcəyi bir yerdir Türkiyə. O baxımdan önəmlidir. Təbii ki, Türkiyədə keçirilməsi Türkiyə üçün çox dəyərlidir, çox önəmlidir. Trump-Erdoğan dostluğuna gələndə orada bir dostluq yoxdur. Maraqlar var. Təbii, siyasətdə ümumiyyətlə dostluqdur. Dünən Pakistanın əvvəlki baş naziri nə idi? Xan. Nə xan? Neysə, yadımızdan çıxır. Ona qardaşım deyirdi, bu Pərviz Şərifə qardaşım deyir. Şahbaz Şərifə qardaşım deyir. Yəni, bu siyasətdə o qardaşım, dostun adım yoxdur. Dünən Melonini tərifləyən Trump bugün deyir ki, Meloni məndən şəkil çəkdirmək üçün yalvarırdı. Meloni deyir ki, biz heç kəsə yalvarmırıq. Yəni, bu siyasətdə dostum, qardaşım yoxdur, maraqlar var. Sadəcə Erdoğan Trump'ın maraqlarına daha çox xidmət elədi, ona görə də qəbul eləyir və müəyyən məsələlərdə də Erdoğana dəstək verir. Bu da belə. Və bu NATO sammiti Türkiyə üçün müəyyən... İmran xan. Hələ də fikrim qalır. İmran xan. Aslında elə hel olur da, adamın fikir qalır. Canlı yayımda olur. Türkiyə üçün müəyyən üstünlüklər gətirəcək, dividendlər gətirəcək. Misal üçün, deyək ki, Trump ora gələndə jurnalist sual verdi ki, F-35'lər dedi ki, jet motorlarını çalışacaq, yəni Erdoğan'a sürprizlər eləyəcək, razı qalacağı. Yəni mütləq burada Erdoğan'ı Avropadan daha çox özünə çəkmək üçün müəyyən jestlər eləyəcək. Avropada jestlər eləyəcək, bunların hər ikisi Türkiyənin xeyrinədir. Bu belə. Zelenski Putin məsələsinə gələndə, baxın, deməli, dünən qabağıma bir şey çıxıb. Deməli, Ukrayna-Rusiya müharibəsinin 20-ci günündə, deməli, martın 14-ündə səhv eləməsəm. Martın 14-ündə sizin kanalda bir çıxışım gəlib qabağıma, təsadüfən çıxıb qabağıma. Baxmışam ki, bugün dediklərimizlə nə qədər, orada da deyildim ki, bu müharibəni Zelenski başlamayıb, bu müharibəni Zelenskinin dayandırmaq gücü yoxdur. Orada da deyildim ki, Putini təliyə çəkirdilər, təxribata çəkirdilər və eyni şey indi. Deməli, təsəvvür eləyin, Zelenski təxminən bir 20 gün bundan qabaq dedi ki, bizim 40 günlük bir planımız var, belə olacaq və başladı Rusiyanı dalba. Bu həmin təxribata çəkməkdir. Və Rusiya baskını artırır. Axı, Trump bir ara dedi ki, biz kömək eləməyəcəyik, biz sülh istəyirik, nə eləyirik. Avropada dedi ki, biz maksimum dərəcədə dəstək verəcəyik. Bu NATO zirvəsi ərəfəsi, Putinin o cür baskını artırması, hücumları gücləndirməsi Putinin də Rusiyanın da zərəri nədir? Yəni, NATO'ya, Avropaya deyir ki, biz əzəcəyik. Onların da əlinə bəhanə düşür ki, ilahi, hələ Rusiya bir belə zəifliyib bunu eləyir. Biz bunu yaralı vəziyyətdə qurtarsaq, gör bu Avropaya nələr eləyər, dünyaya nələr eləyər. Ona görə də bunu yaralı buraxmaq olmaz. Bunu ta ki çökürdüb, başını əzmək, bəli də, subyektlərini bundan söhmək, subyektlərini qopartmaq ki, bu zəifləsin. Uduzdurmaq yox. Uduzduranda Putin nüvə silahından istifadə eləyə bilər. Amma çökdürürlər deyən istifadə eləyə bilmir. Ukraynada Avropa qarışmır, NATO qarışmır. NATO qarışmaz. NATO elə o cür qarışacaq. Deyək ki, Ukraynanın vasitəsilə çökdürür, çökdürdükcə cəmiyyətdə, cəmaatda narazılıqlar başlayır, orduda fərarilik başlayır, subyektlərdə mərkəzdən qaçma başlayır. Belə-belə Rusiya günü-gündən zəifləyir. Artıq Rusiyanın ordusunda, Rusiya hakimiyyətində narazılıqlar başlayır.
düşünürlər ki, nə edək ki, bu vəziyyətdən çıxaq, biri Putinlə bağlı, biri ordu ilə bağlı, biri döyüşlə bağlı başlayır bəyanatda verməyə. O, Putinin baskını, hücumu artırması NATO'nun, deyək ki, Ukraynaya yardımlarını biraz da artırmasına səbəb olacaq. Çünki özü bunun fərqində deyilmi ki, bu onun əleyhinə fərqindədir, yaxı çıxış yolu yoxdur. Çıxış yolu yoxdur. Çıxış yolu olsa çoxdan ondan istifadə eləyər. Baxın, elə eyni vəziyyətdir də. İran, İsrail, Amerika məsələsi nədirsə, Ukrayna, Rusiya məsələsi də o geriyə yolu yoxdur Putinin. Putinin geriyə yolu yalnız əhalinin onu, nə idi o, güllələdilər arvadı ilə. Rumuniyada. Onun gününə düşməsidir. Çavşevskinin gününə düşməsidir. Başqa yolu yoxdur. O geriyə gedə bilməz. Qabağa getməyə də gücü çatmır. Ona görə də bu elə o imitasiya ilə məşğuldur. Ukraynaya da sərf eləyir o. Çünki bu batır, günü-gündən batır. Aydındır. Əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. Sizdən ricam budur. Çünki başa düşürəm, İran mövzusu başlıqdadır. Bəzən adamlar İrana baxmırlar. Amma baxın, çünki ardınca əlbəttə qonşu ölkələrdə orada baş verən, cərəyan eləyən, istənilən bir hadisə valla bizim də həyatımızdan gəlib qırmızı bir xətlə keçir. Yəni bu İranda da baş verəcək və yaxud mən elə düşünürəm ki, İranda baş verənlər hazırda nəfəs dərməd. Belə baxanda. Yəni bunun davamı olacaq. Bu mütləq olacaq. İran məsələsi bölgə üçün həyati əhəmiyyətli məsələdir. Yəni mənim dünən ki baxdım bizim o 4 il bundan qabaqçı verilişə, orada da misal üçün Rusiya ilə bağlı deyirəm. Rusiyanın uduzması bizim də, bütün dünyanın da xeyrinədir. Eyni İran məsələsi, İranın dağılması bizim də, Türkiyənin də, bölgənin də xeyrinədir. Rusiyanın uduzması deyirsiniz. Bayaq mən baxırdım ki, bundan əvvəlki deməli verilişdə biz Qabil Hüseyni ilə Rusiyanı müzakirə edirdik. Və orada hətta mən baxdım ki, rəyçilər, yəni bax bu hazırda da bizə rəy yazan tamaşaçılar var, Laf TV-nin öz auditoriyası var ki, bizi daima izləyirlər. Onların arasında da məsəl üçün bu bir-birlərinə hətta təhqir səviyyəsində müzakirələr açmışlar. Biri Rusiya təəssüb keçidi deyirdi, hətta ki, niyə sevinirsiniz? Hərçənd biz sevinmirik, biz xəbər çatdırırıq və biz onu müzakirə eləyirik. Adamlar hətta buna bu şəkildə reaksiya verirlər ki, Rusiyaya raket atılırsa, neft ayırma zavodları vurulursa, siz niyə sevinirsiniz? Biri də ona deyir ki, sən yəni papadan çox katoliksənmi? Sənin ölkən bəlkə də Rusiyadır. Bax, bu şəkildə, indi siz deyirsiniz ki, bizim xeyrimizədir. Bizim qonşuluqda baş verən hadisələr, məsəl üçün Rusiyanın tutaq ki, sabah parçalanması və yaxud Rusiyanın iqtisadi cəhətdən çöktürülməsi Azərbaycanın nə qədər xeyrinə olacaq? Bax, bu sual da verim. Çünki orada biz deyirik ki, bizim milyonlarla vətəndaşımız var. Yəni, o deyir, kitabın gəlin 200-ünü də oxuyaq da. Deyirsiniz, Rusiya zəiflədi və bu bizim xeyrimizədir. Necə? Yaxı, bizim oradan qidalanan nə qədər, ən qədər əhalimiz var, insanımız var. Birinci, o mübahisə eləyən adamlara bir fikri deyim. Bilirsiniz, mübahisə də olar, hətta etiraz da olar, o sərhəddi keçməməliyik. Birincisi budur. İkincisi, baxın, bugün mənim söz gəlişi deyirəm. Deyək ki, hardasa işləməyim o müəssisənin yaxşı olması demək deyil. Mən məcburiyyətdən hardasa işləyirəmsə, dəxli yoxdur, mən indi universitetlə bağlı demirəm, ümumi mənada deyirəm. Yəni, işləyirəmsə, kimsə, hansısa deyək ki, bir iş adamı mənə bir, deyək ki, kömək eləyir, hörmət eləyir, bu onun yaxşı adam olması demək deyil. Yaxşı adam odur ki, normal, həqiqi, insani prinsipləri əsas götürür. Rusiyada bunların heç biri yoxdur. Üçüncüsü, baxın, deyək ki, o söyənlərin, xeyrinə ya zərərinə söyənlərin heç birinin sözü o proseslərə təsir eləmir. Sadəcə özlərinə zərər eləyirlər. Əsəbləşirlər, bir-birlərini təhqir eləyirlər, alça. Buna getməyə ehtiyac yoxdur. Mənim fikrim budur ki, Rusiyanın məhvi bütün dünya xeyirdir. Sizin də fikriniz ola bilər ki, onun yaşaması xeyirdir. Burada biz bir-birimizi söyəndə nəyə dəyişəcəyik? İndi gəlir konkret niyə Rusiyanın məhvi bizim xeyrimizədir. Baxın, Rusiya son vaxtlar bir qərar qəbul elədi ki, Rus
dilində danışan əhalinin incidilməsi bizim o ölkəyə müdaxilə haqqımızı yaradır. Bəli. Necə olur sənin Litvada, Latviyada, Ermənistanda, Azərbaycanda, Ukraynada rus dilində danışan bir insanı cəzalandırması sənin ora müdaxilə haqqını yaradır. Amma o ölkənin, o millətin özünün o maraqlarına, haqlarına müdafiə eləmək haqqı yaratmır özünə. Bir anormallıqdır. Rusiya bugün Ermənistana deyir ki, sənin öz ərazində Azərbaycanla hansısa müqaviləyə getmək haqqın yoxdur. İndi biz Rusiyaya deməliyik ki, sənin güclənməyin bizə xeyirdir. Zəngəzur dəhlizi ilə bağlı. Deməli, sənin deyir ki, hələ də deyir Qarabağ məsələsi həll olunmuyor. İndi biz Rusiyaya deməliyik, sənin güclənməyin bizə xeyirdir. Sənə nə var, həll olunub olunmuyor. Bunu biz bilərik, ermənilər bilər. Təsəvvür eləyin, Dnestriyanında elə, Gürcüstanın subyektlərini tanıdı elə, Ukraynada elə. İndi biz bu vəziyyətlə Rusiyanın güclənməyinə razılaşmalıyıq. Başqa bir məsələ deyəcəm. Baxın, Rusiya bizim oradakı diasporamızın qarşında hansı münasibətləri göstərdi? Dağıtdı, özü formalaşdırdı. Baxın, bir insan cinayətkar da ola bilər. Bunu sənin təhqiramiz şəkildə hərəkətlər eləyib, çəkib göstərməkdə məqsədin nə idi? İndi biz bunu qəbul eləməliyik. Sən mənim təyyarəmi vurursan, 30 neçə adamımı öldürürsən və təzminat da vermirsən, həm də mənə baskı eləyirsən ki, heç bir problem yoxdur. Mən bunu qəbul eləməliyəm. 20-30 il əvvəl olub və olmayan cinayəti üzə çıxardıb, onun müqabilində adamları öldürdün. Sən buradakı, deyək ki, Rus evi ilə oranın əməkdaşlarım mənə cəsusluq, mənim ərazimdə cəsus kimi fəaliyyət göstərir, mənim dövlətimə zərər eləyir, mən bunu tuturam, sən mənə baskı eləyirsən. Amma mən oradakı bir sivil diaspor nümayəndəmi, bir vətəndaşımı müdafiə eləyəndə sən ona etiraz eləyirsən. Mən səni necə qəbul eləməliyəm? Baxın, bu keçmiş Sovet respublikaları, postsovet məkanı niyə Qərbi qəbul eləyir? Çünki Rus əskərinin ayağı dəyən yerə qan, qada, zülüm, göz yaşı gəlir.